Samegrola Zemosvaneti bölgəsində şəxsi həyatın məxfiliyini əks etdirən foto və video materialların qanunsuz saxlanılması və yayılması faktı üzrə bir nəfər saxlanılıb. İstintaqa əsasən həmin şəxs məxfi materialları yayaraq qanunu pozub. Onu 7 ilədək həbs cəzası gözləyir. Fəmokartili regionunda nikahların ən yüksək sayı Marniyuldə qeyd alınıb. 857 nikah. Rustavi 609 nikahla ikinci yerdədir. Siyahıda daha sonra Qardabani, Bolnisi, Dmanisi, Calqa və Tetritsxaro gəlir. Boşanmaların sayına görə isə Rustavi liderdir. Marniyuli isə 330 halla ikinci yerdədir. İstanbulda İsrailin baş konsulluğu qarşısında silahlı insident baş verib, bir şübhəli zərərsizləşdirilib, daha 2 nəfər saxlanılıb. Hadisə zamanı 2 polis əməkdaşı yaralanıb, fakt üzrə araşdırma aparılır.